Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə müstəmləkəçilik əleyhinə üsyanlardan danışacağıq. Dedik ki, Çar Rusiyasının Şimali Azərbaycandakı müstəmləkəçilik siyasətinə qarşı 19-cu əsrin 30-cu illərində üsyanlar baş verdi. Qeyd eləmişik ki, üsyanların səbəbləri. Gəlin görək, niyə görə 19-cu əsrin 30-cu illərində üsyanlar baş verdi? Məsələn, biz deyirik ki, komendant idarə üsuluydu, çar məmurlarının özbaşınalığı idi, eyni zamanda vergilərin ağırlığı, mükəlləfiyyətlərin ağırlığı, iltizam sistemi, bundan başqa deyə bilərik ki, çarizmin milli və dini zülmü neyinirdi? Ruslaşdırma və xristianlaşdırma siyasəti yürüdürdü və eyni zamanda köçürmə siyasəti nəticəsində əhalinin əlində olan ümumi torpaqların sayı azalmışdı. Bu gətirdi üsyanlara çıxartdı. Məsələn, indi biz Car Balakən üsyanından danışaq, deyirik 1830-cu ildə olmuşdu. Yazmışıq ki, Cara qoşun yeritməsinin səbəbi nə oldu? Biz dedik ki, Rusiya cəmaətliyinin daxili müstəqilliyini ləğv eləmək istəyirdi və eyni zamanda cəmaətlikdə xəzinəyə borcu var idi. Həmin xəzinəyə borcunu ödəməyir deyə onların əlində necə bir fürsət olur. Və Cara qoşun yeridirlər. Deyirik, Car Balakənin daxili müstəqilliyi ləğv olunur və burada müvəqqəti idarə yaradılır. Gəlin görək, müvəqqəti idarə başqa harada yaradılmışdı? Məsələn, biz bildik ki, Şəkidə üsyan baş verdi. Üsyandan sonra 1806-cı ildə Şəkidə müvəqqəti idarə yaradılır. Eyni zamanda 2-ci Rus-Qacar müharibəsi dövründə Ruslar Cənubi Azərbaycanda Təbrizdə müvəqqəti idarəni yaradılır və nəhayət də 1830-cu ildə Car Balakəndə müvəqqəti idarə yaradıldı. Ondan sonra artıq Car Balakən cəmaəti üsyana qalxdılar. Yəni həmin bax bu daxili müstəqilliyin ləğv olunmasına görə deyirik, hətta nə oldu? Muridizm var idi də Şimali Qafqazda. Onların tanınmış nümayəndələri vardı. Şeyx Şaban, Həmzət bəy, onların başçılığı ilə dağlılar da üsyançılara köməyə gəlmişdi. Amma buna baxmayaraq deyirik, üsyan məğlub olur və üsyan iştirakçılarına da divan tutuldu. Bunlar aydın oldu, bunları qeyd elədik. Bəli, indi Lənkəran üsyanından danışacağıq. Lənkəran üsyanı 1831-ci ildə baş verdi. Kimin başçılığı ilə? Mir Həsən xanın başçılığı. Mir Həsən xan onların xanı idi də. 1826-cı ildə xanlıq ləğv olanda Qacar sarayına sığınmışdı. Əhali də müraciət edir, Mir Həsən xanı çağırır məktubla. Deyir, gəl, üsyan qaldıracağıq, bizə başçılıq eləginə. Bəli, Mir Həsən xan gəlir 1831-ci ildə Lənkəran üsyanına başçılıq edir. Lakin deyirik, Ruslar digər bölgələrdə duran qarnizonları Lənkərana yeritdi. Üsyan amansızlıqla yatırılır və Mir Həsən xan və eyni zamanda bəzi üsyançılar da yenidən İrana sığınırlar. Yəni Cənubi Azərbaycana gedirlər. Aha, ondan sonra danışacağıq Quba üsyanı haqqında. Deyirik ki, 1837-ci ildə baş vermişdi və eyni zamanda komendant idarə üsulu ən ağır formada Quba əyalətində idi. Niyə baş verdi? Bax, yazmışıq ki, əhalinin tələbləri. Ümumiyyətcə, əhalinin tələbləri nə idi? Bax, sual düşə bilər ki, Quba üsyanının başlaması üçün necə deyirlər, bir qığılcım nə oldu? Varşavada müsəlman alayı var idi. Ora Qubadan, yerli əhalidən atlı yığmaq istəyirdilər. Bax, bu xəbər üsyanın başlaması üçün bir müjdə olur və ondan sonra xalq başlayır tələblər irəli sürməyə. Məsələn, deyir ki, əyalətlərdən süvari toplanması dayandırılsın. Eyni zamanda komendantların, əlaltıları vəzifələrindən azad olunsun. Vergilər və mükəlləfiyyətlər azaldılsın. Düzdür ki, Çar Rusiyası bu tələbləri qəbul edir, lakin yerinə yetirmir. Ona görə də 1837-ci ildə deyirik ki, üsyan başladı. Hətta nə idi? Şeyx Şamil var idi, Dağlı Hərəkatının rəhbəri idi. O da məktubla bunlara demişdi ki, mən sizə dəstək oluram. Quba üsyanına kim başçılıq edəcək? Hacı Məhəmməd başçılıq edir Quba üsyanına. Deyir ki, hətta digər üsyanlardan fərqli olaraq Quba üsyanında hərbi şura da yaradılmışdı. Yəni da bu üsyanın idarə olunması üçün və eyni zamanda üsyanlar içərisində ən mütəşəkkil, ən böyüyü Quba üsyanı idi. Hətta üsyançılar Quba şəhəri mühasirəyə alırlar, lakin lazımı vaxtda ləngiyirlər. Ona görə də Quba şəhərini tutmaq mümkün olmur. Qafqazın baş hakimi əlavə qüvvələr cəlbləyir və Quba üsyanını yatırır. Üsyanın fəallarını Sibirə sürgün edirlər. Bu həmin üsyan başçısı olan Hacı Məhəmməd də dar ağacından asırlar, yəni edam edirlər. Sonra danışaq biz sizlə Şəki üsyanı haqqında. 1838-ci ildə baş vermişdi. Bəli, burada niyə baş verir? Burada da yenə deyir ki, digər əyalətlərdə olduğu kimi vergilərin ağırlığıdır, eyni zamanda məmur özbaşınalığıdır. Gətirdi 1838-ci ildə Şəki üsyanına səbəb oldu. Şəki üsyanına kim başçılıq edirdi? Məşədi Məhəmməd başçılıq edirdi. Quba üsyanında Hacı Məhəmməd idi. Burada Məşədi Məhəmməd idi. Başçılıq edirdi, deyirik ki, qüvvələrin nisbəti qeyri-bərabərdir.
yəni üsyançıların sayı az idi, eyni zamanda yaxşı silahlanmamışdılar deyə həmin bu Şəki üsyanı da yatırıldı. Və ondan sonra artıq Rusiya anladı ki, və yazmışıq komendant idarə üsulunu ləğv etməsini zəruri edən amillər. Artıq gördük ki, bu üsyanların baş verməsi, xalq çıxışları, əhalinin narazılığı, bunlar gətirdi, anlatdı ki, ruslara komendant idarə üsulunu ləğv eləmək lazımdır. Və biz indi sonraki saatlarda görəcəyik ki, artıq nədir? Müstəmləkə siyasətində dəyişiklik baş verir. Yəni komendant idarə üsulu ləğv edilir. Aha. Bundan sonra biz danışacağıq Rusiya bir dəqiqə. Rusiyanın müstəmləkə rejimini möhkəmləndirməsi. Ümumiyyətcə qeyd edilmiş ki, Rusiyanın islahat keçirməkdə məqsədi nə idi? Yəni 1840-cı ildə islahat keçirdi. Müstəmləkə rejimi möhkəmlətmək istəyirdi, çünki üsyanlar baş vermişdi axı. Və eyni zamanda idarəçilik sistemi ümum imperiyaya uyğunlaşdırmaq istəyirdi. Yəni Rusiyada bir başqa idarə etmə sistemi, bizdə bir başqa idarə etmə sistemi uyğunlaşmır axı. Bizə görə olan tərkib hissəsi isə Rusiyada olduğu kimi idarə etmə sistemi olmalıdır bizdə. Ona görə də islahatlar keçirilir. Məsələn 1840-cı il 10 aprel inzibati islahatı yazmışıq. İlk növbədə bizə əsas lazım olan məqam komendant idarə üsulunun ləğvi oldu. Nə vaxt ləğv edildi komendant idarə üsulu? 1840-cı il 10 aprel inzibati islahatı ilə və bununla da nədir? Cənubi Qafqazı Ümumi Rusiya inzibati ərazi bölgüsü yaradıldı. Yəni dedim axı Rusiyada ərazi bölgüsü nətərsə bizdə də elə olmalı. Yəni quberniya, qəza, sahə kimi inzibati bölgü tətbiq olundu. Və Cənubi Qafqazda inzibati cəhətdən iki hissəyə böldülər. Nəyə? Xəzər vilayətinə və Gürcü Meretiya quberniyasına. Xəzər vilayətinin mərkəzi Şamaxı idi. Bura ümumiyyətcə Xəzər quberniyası idi. Bir dəqiqə bunu silək. Xəzər quberniyası bax buradır. Gürcüstan Meretiya quberniyası da bax buradır. Deməli, Xəzər vilayətinin mərkəzi hara olur? Şamaxı şəhəri. Şamaxı şəhəri. Yaxşı. Eyni zamanda Gürcü Meretiya quberniyasının mərkəzi hara oldu? Tiflis şəhəri. İşarələdik xərit üzərində. Bəli, və eyni zamanda deyirik ki, Erməni vilayəti var idi də 1828-ci ildə yaradılmışdı. O ləğv edildi və yerində İrəvan və Naxçıvan qəzaları yaradıldı. İrəvan qəzası buradır, Naxçıvan qəzası da buradır. Bunların da yerini işarələdik. Başqa nə edirlər 1840-cı il islahatını? Deyirik, bəy və ağalar idarəçilikdən uzaqlaşdırıldı. Aydın olmayan bütün işləri verdilər xristiyan məmurlarına. Ya xristiyan olmasa, ya rus olmasa. Yəni yerli bəy və ağalar bütün idarəçilikdən uzaqlaşdırılır. Və bu da gələcəkdə görəcəyik ki, həmin bu 1840-cı il islahatlarının uğursuzluqla nəticələnməsinə gətirib çıxardı. Çünki bəy və ağaların xalq içərisində nüfuzu var idi axı. Onlar da bütün işlərdən uzaqlaşdırırdılar. Yaxşı, komendant idarə üsulu ləğvini danışdıq. Bunların hamısını qeyd elədik. İndi danışacağıq. 1844 Qafqaz canişinliyi yarandı. Bəli, deyir ki, 1844-cü ildə inzibati ərazidə müəyyən dəyişikliklər həyata keçirilir. Məsələn, Qafqazın baş idarəsi var idi. O ləğv edilir. Onun yerində Qafqaz canişinliyi yaradıldı. Və deyir Qafqazın iki canişini kim olur? Qraf Mixail Vorontsov oldu. Eyni zamanda 1846 yazmışıq 14 dekabr fərmanı. Bəli, artıq 1846-cı il 14 dekabr fərmanı ilə 1840-cı ildə yaradılmış o Xəzər və Gürcü Meretiya quberniyaları ləğv olundu. Biz dedik axı 1840-cı ildə Cənubi Qafqaz iki hissəyə bölündü. Gürcü Meretiya quberniyasına və Xəzər vilayətinə. 1846-cı ildə onlar da ləğv edildi. Əvəzində nə yaradılır? Yazmışıq Tiflis, Kutayiz, Şamaxı və Dərbənd. Deməli, Gürcü Meretiya quberniyasında Xəzər vilayəti ləğv olundu. Onların yerində yarandı Tiflis, Kutayiz, Şamaxı və Dərbənd quberniyaları. Bura kimi məsələ aydındır. Eyni zamanda qeyd eləmişik ki, 1849-cu ildə İrəvan quberniyası yaradıldı. Bəli, mərkəzdə har oldu? İrəvan şəhəri oldu. Sonra yazmışıq ki, 1859 Şamaxı zəlzələsi. Bəli, 1859-cu ildə Şamaxıda zəlzələ baş verir. Ona görə də Şamaxı quberniyasının mərkəzini köçürürlər hara? Bakıya. Elə bununla da Şamaxı quberniyasının adı dəyişilib olur Bakı quberniyası. Və eyni zamanda 1860-cı ildə Dərbənd quberniyası da ləğv edildi. Ərazisi hara verilir? Bakı quberniyasına verilir. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Yəni bu ərazilərdə təxmini. Bu ərazilərdə Yelizavetpol quberniyası yaradıldı. Sonra yazmışıq ki, 1840-cı il
10 aprel məhkəmə islahatı haqqında danışaq. Bəli, artıq başladılar nəməyə? Ümumimperiya qanunları əsasında fəaliyyət göstərməyə. Məsələn, quberniya, vilayət, qəza məhkəmələri yaradıldı. Məsələn, qəza məhkəməsi deyir hakimlərdən və icraçılardan ibarət idi. İcraçılar kimlər idi? Vergi verən təbəqə. Eyni zamanda burada əsas bizə lazım olan mütərəqqi cəhət odur ki, mülki işlərə hərbi səhra məhkəmələrində baxılması qaydası ləğv olundu. Əvvəllər dediyim əsas proses nə idi? Mənfi cəhəti. Götürüldülər mülki işlərə də hərbi məhkəmələrdə baxılırdı. Bax o ləğv olundu. Düzdür ki, şəriət məhkəmələri yenə də saxlanırdı, amma demək olar ki, heç bir imtiyazı yox idi. Əsasən nə işə baxırdılar? Kəbin talaq və vərəsəli işlərinə baxırdılar. Və eyni zamanda deyir ki, bax bu məhkəmədə olan bütün işlər, kağız işlərdə kərgüzarlıq deyirik. İclaslar hamısı rus dilində, imperiya qanunları əsasında aparılırdı. Hakimləri kim idi? Ruslardan ibarət idi. Aydın oldu mu? Bəs burada narazılığa səbəb nə olur? Bu Rus gələn Rus qanunlarla aparır. Biz axı xristian deyirik, müsəlmanıq, bizim özümüzün dilimiz var, nə bilim adət-ənənəmiz var, dinimiz var. Hansısa bir Rus məmur gəlib burada məhkəmədə müəyyən şeyləri nəzərə almırdı. Ona görə də deyirik ki, bu nədir? Gətirdi bizim narazılığımıza səbəb oldu. Sonra uğursuzluqla nəticələndi yazmışıq. Ümumi olaraq, bax bu bəy və ağalar ki, bütün işlərdən uzaqlaşdırıldı. Ona görə də deyirik 1840-cı ildə 10 aprel islahatları tamamilə uğursuzluqla nəticələnir. Çünki çarizmi əldə saxlamaq üçün xalqı birinci bəy və ağaları əl almalı idi. Çünki xalq kim inanırdı? Bəy və ağalara. O da bəy və ağaları uzaqlaşdırmışdı. Ona görə deyir ki, uğursuzluqla nəticələndi. Yazmışıq çarizmin bəy və ağalara qarşı münasibətinin dəyişməsi. Bəli, nədir? Əvvəlcə deyirik 1841-ci ildə Qazaxdır, Şəmşəddildir, Borçalıdır, daha sonra Xəzər vilayətinin bəyləridir. Onlar tamamilə idarəçilikdən kənarlaşdırılır və Tiyur torpaqları da əllərindən alınır. Və ondan sonra artıq görürlər ki, kütləvi çıxışlar baş verir və Çar Rusiyası anlayır ki, səhvə yol veribdir. Ona görə də 1842-ci ildə deyir ki, bəy və ağaların torpaqlarının müsadirəsi dayandırılsın. Və hətta 1840-cı ildə Tiflisdə bir şöbə yaradır, komitə yaradır ki, nədir? Bəy və ağaların şəxsi hüquqlarını araşdıran bir cəmiyyət yaradır. Və o komitədə nə edir? Deyir ki, bəy və ağaları ümumi bir adla adlandırır. Ali müsəlman silki. Deməli, 1843-cü ildə rəsmi sənədlərdə artıq Azərbaycanın o bəy və ağaları bir adla, vahid adla adlandırılırdı. Yəni, Ali müsəlman silki. Ali müsəlman silki deyilirsə, deməli artıq bəy və ağalardan söhbət gedir. Neçənci ildən etibarən? 1843-cü ildən etibarən. Və eyni zamanda 1843-cü ildə deyir ki, artıq Çar Rusiyası ali müsəlman təbəqəsinin imtiyazlarını tanıdı. Çünki görür ki, xalqı əldə saxlamaq üçün ilk növbədə onların inandıqları, hörmət edildikləri şəxsi əldə saxlamaq lazımdır. Aha, sonra var burada 1846-cı il 6 dekabr reskripti yazmışıq. Reskripti, bəli. Görək bu 1846-cı il 6 dekabr reskripti nədir? Ümumiyyətcə tiyul, mülk, feodal torpaqları var idi. Onlar hamısı eyni kateqoriyaya daxil edildi. Və eyni zamanda deyir ki, bəy və ağaların mülk və tiyul torpaqları üzərində olan o irsi mülkiyyət hüququ var idi. Onlar təsdiq edir. Yavaş-yavaş başlayırlar eləməyə? Bəy və ağalarla özlərini yaxınlaşdırmağa. Deyirdi ki, bax, öz mülklərini istifadə edə bilərsən, sata bilərsən, bağışlaya bilərsən, irsən kiməsə verə bilərsən. Amma bir dənə bir şey var idi ki, bunu ancaq və ancaq neyə bilərdin? Feodal öz torpaqlarını, məsələn, yalnız ali müsəlman silkinə verə bilərdi. Yəni, bir növ bunları özünə çəkirdi. Hətta biz deyirik ki, bəy və ağaların kətlilər üzərində polis və inzibati məhkəmə hüquqları da verildi. Kətlilər ümumi bir adla adlandırılır. Nə adı ilə? Məsələn, əvvəllər deyirdik rəiyyət, rəcbər. Bunlar artıq oldu mülkədar tabelisi. Baxın, bəylər ağalar nə adlanmağa başlayır? Ali müsəlman silki. Deməli, 1843-cü ildən etibarən bəy və ağalar oldu ali müsəlman silki. 1846-cı ildən etibarən də rəcbər, rəiyyətlər də oldu mülkədar tabelisi. Amma hər adama da qabağa çəkmirdilər. Kim ki, o nətədir, sədaqətlə xidmət göstərirsə Çar Rusiyasına, həmin bəyləri, ağaları artıq irəli çəkirdilər. Onlara polis, inzibati, məhkəmə hüquqları verirdilər. Bura kimi yəqin ki, məsələ aydın oldu. İndi danışacağıq 1847-ci il kətin əsasnamələrindən.
Bəli, artıq bir növ kəndli əsasnamələr bilirsiniz nə idi? Sahibkarla kəndlilərin münasibətlərini hüquqi şəxsə salırdı bir növ. Yaxşı, bəs hansı məsələlərdən danışırdı 1847-ci il kəndli əsasnaməsində? Məsələn, qeyd eləmiş ki, torpaqdır, vergidir, mükəlləfiyyət. Torpaq nədir? Torpaq mülkiyyətçisi deyirik 15 yaşından yuxarı bütün kişi cinsindən olan şəxslərə 5 tesiyyatın yararlı torpaq sahəsi verməli idi. Həmin kəndli də o 5 tesiyyatını becərməli idi və həmin oradan vergi verməli idi. Məsələn, mal cəhət vergisi, torpaq vergisi məhsulunun 1/10 hissəsi qədər verirdi. Məsələn, taxılın 1/10 verirdi, digər məhsulların da 1/3 qədər mal cəhət vergisi ödəyirdi. Amma bir dənə proses var idi. Əgər bu kəndlilərə verilən 5 desiyyatın torpaqda özlərinin iş heyvanları, alətləri, toxumları yox idisə, mülkədarınkindən istifadə edirdilərsə, artıq becərilən məhsulun 1/10-ni yox, 5/1-ni ödəməli idi. Və eyni zamanda həmin o pay torpaqlarda otlaqlardan istifadəyə görə çöp başı, eyni zamanda sudan istifadəyə görə bəhrə vergisi ödəməli idi. Mükəlləfiyyətlər nədir? Deyir ki, pulsuz işlənilən bir şeydir. Məsələn, kəndlilər bir il ərzində 18 gün bir nəfərə ayırırlar. Məsələn, bir ayırırlar, bir ar. Ailədən bir nəfər ayırırlar, gedirdi bir il ərzində 18 gün öz iş heyvanı, alətləri ilə birlikdə neyinirdi? Bəyin təsərrüfatında işləyirdi. Bir də var idi əvrəz, yəni hamılıqla birlikdə ilin 2 gününü gedib bəy təsərrüfatında pulsuz şəkildə işləməli idi. Bura kimi yəqin ki, hər şey bizə aydın oldu.